Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Cobran Xəlil Cobrana bir baxışın 4-cü hissəsini başlarıq. Əziz izləyicilərə salam deyirəm. Salamatçılıq arzuluram. Bu nağıl ki sizə oxuyacağım Təlaidar-ı Heyran kitabından Geddis nağılıdır. Nağıl belə başlayır. Deyir ki, mən bir aram Soğməədə ki təpələrin arasındaydı oturmuşdum. Orada bir Geddisi görməyə getmişdim. Geddisi gördüm. Təzə istəydim cavan olam. Hələ cavanlığa çatmamışdım. Amma istirdim bu Geddisi görəm, Geddislə fəzilətin barəsində danışam. Soruşam fəzilət nədir? Fəzilətin mahiyyəti nə ola bilər? Biz fəzilətin barəsində danışırdıq. Bir ləhzə gördük bir oğru o təpədən yuxarıya qalxır. Bizim baxışığımızı özünə sarı çəkdi. Yorğunluq tamamilə onu yormuşdu. Soğməəyə ki yetişdi, iki dizli Geddisin qabağında əyləşib ona dedi: Ey mənim Geddisim, mənim ürək yanan Geddisim, mən sənin yanıva gəlmişəm, səndən aramış, rahatçılıq, sülh istəyəm. Niyə ki mənim günahlarım mənim başımdan da ucuya çıxıblar. Geddis ona cavab verir: Mənim oğlum, darıxmayacaqsın. Mənim də günahlarım mənim başımdan yuxarıya çıxıb. Oğru ona deyir: Bağışlayın, mənim ağam, mən oğruyam, yol kəsənəm. Mümkün deyil siz mənə tay olasınız. Geddis ona cavab verir: Mənim oğlum, bu sənin zənnindir. Mən həqiqəti desəm sənə, mən də sənin kimin oğru və yol kəsənəm. Oğru ona deyir: Nə deyirsən mənim ağam, mən qatiləm, adam öldürənəm. Çoxlarının qanlarının səsi mənim qulağımda səslənir, hələ qulağımda gəlir. Geddis ona cavab verir: Mənim oğlum, mən özüm də elə adam öldürənəm. Çoxlarının qanlarının səsi mənim qulağımda gəlir. Oğru ona deyir: Mənim böyüyüm, mənim ağam, mən elə pislikləri eləmişəm ki, bunlar saysızdılar. Mənim cinayətlərim kəramsız, kənarəsizdilər, həddi yoxdular. Necə ola bilərsən özü mənlə bir tay eləyəsən? Mən bunu bilirəm ki, sən Allah adamısan, sən yaxçı adamsan, yaxçı iş görənsən. Belə şey ola bilməz. Geddis ona cavab verir: Əgər sən mənim pisliklərimin çoxluğunu bilsən, heç vaxt öz pislikləri ağzıma gətirməyəcəksən. Onda idi ki, oğru qıfıllayır, yerdə qalır. Uzun müddət baxır Geddisə. Danışmır, amma gözləri dolu olur şovqla, xovfla. Başlayır, yolunu çəkir, gedir. Danışmır. Mən ki o ləhzəyə kimin Geddisin yanında oturmuşdum, vaxt ayırmışdım, getmişdim Geddislə fəzilət barəsində danışam. O ləhzə Geddisdən soruşdum ki, mənim ağam, sizi nə məcburiyyətdə qoydu ki, siz özünüzə o pislikləri nisbət verəsiniz ki, heç vaxt onları görmüyorsunuz. Məyər görmüsünüz, məyər görmədiniz, bu kişi getdi, bundan bu yana sizin dəvətinizə inancı olmayacaqdır. Sizin bu
peyğamınıza, bəşarətinizə də üz gətirməyəcək, bu sizdən üz çöndərəcək. Necə ola bilər? Getdis ona cavab verir. Mənim balam, sən düz deyirsən. O mənim dəvətimə bundan bu yana da inancı olmaz. Amma mən həqiqəti sənə deyəcəm. O həqiqət budur. O geyitdi, amma ürəyi dolu aramış ilə, sülh ilə. Mən ki solhem daimən ba in peder, in cihan çon cənnət است در نظر. Mevlana deyir. Mən içərimdə bir sülhə aramışa çatsam, bu dünya mənə behişt olacaq. O ləhzə idi ki, mən oğrunun avazı oxumağını eşitdim. Gördüm, o uzaqdan oxuyur. Elə oxuyur ki, onun səsi tamam çölləri bürümüşdür. O səsin içində doluydu şadlıq və səlamətçilik və aramçılıq. Sağ olasınız. Gələn görüşə gedər.